Bölgə TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan olunması çərçivəsində 27 sentyabr anım gününün 5-ci ildönümü ilə əlaqədar Tərtər şəhərində ağac əkmə aksiyası təşkil olunub. Tərtər rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə icra başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, qazilər, 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları, bələdiyyə nümayəndələri, Dost MMC-nin işçiləri iştirak ediblər. Aksiya çərçivəsində Heydər Əliyev prospektində yol kənarlarında 250 ədəd eldar şamı əkilib, mövcud yaşıllıqlara aqrotexnik qulluq göstərilib. Çıxış edən Müstəqim Məmmədov bildirib ki, Prezident İlham Əliyevin 2025-ci il Konstitusiya və Suverenlik ili elan etməsi dövlətimizin ərazi bütövlüyü və müstəqilliyinin əhəmiyyətini bir daha göstərir. O, bu cür ekoloji aksiyaların həm şəhidlərin xatirəsinə ehtiram, həm də gələcək nəsillərə sağlam mühitin ötürülməsi baxımından mühüm rol oynadığını vurğulayıb. Dilbər Vüqar qızı, BTV.